Bugün nə az nə çox düz 7 dənə advent kalendar açırıq. Gəlin baxaq görək hansıları qiymətinə layiqdir, hansıları almağa dəyməz. Gəlin birinci başlayaq. Charlotte Tilbury'nin limitli sayda istehsal etdiyi Pillow Talk seriyasından olan bu make-up boxdan. İçərisində tam 14 ədəd full size möhtəşəm məhsullar olduğundan düşünürəm ki, qiymətinə layiqdir və bunu almağa dəyər. Bu il bütün xanımların yuxularına girən Lancome advent kalendarın içində isə tam 24 məhsul var. Ölçüləri kiçik olsa da keyfiyyət və say baxımından qiymətinə uyğun olduğunu düşünürəm. Növbəti sevilən kalendarlardan biri isə məhz Victoria's Secret-ə məxsusdur. Bu ildə açmasam olmaz dedim. İçərisində 12 ədəd məhsul var. 3 bədən spreyi, 2 gloss, 2 aksesuar, 1 tam boy, 4 ədəd isə kiçik boy parfüm. Məni yaxşı mənada təəccübləndirən kalendarlardan biri isə Armani Beauty-dən oldu. 24 məhsulun əksəriyyəti demək olar ki, böyük ölçü idi. Xüsusilə də ən çox satılan parfümlərdən kiçik boylarını yerləşdirməkləri çox xoşuma gəldi. Tam 6 mini parfüm var içərisində. Nisbətən uyğun qiymətli kalendarlardan biri də Benefitə məxsus idi. Mən düşünürəm ki, bu ilin ən uğurlarından biridir. Çünki içərisində ən çox istifadə olunan məhsulları yerləşdiriblər. Ənliklər, bronzer, highlighter, maskara və qaş sabitləyicinin olması da lap ürəyimdən oldu. MAC Cosmetics'dən olan bu kalendarın içərisində isə 24 məhsul var idi. Düşünürəm ki, MAC istifadəçiləri üçün yaxşı məhsullar seçilmişdi. Xüsusilə də dodaq boyaları və qələmlər full ölçü idi. Amma yenə də sanki mənim gözləntimin biraz altında qaldı. Estee Lauder'ın yeni il özəl çıxartdığı bu set isə düşünürəm ki, baxım həvəskarları üçün yaxşı seçim ola bilər. Bəs sizin ən bəyəndiyiniz hansı oldu? Hansı sizə hədiyyə olunsa daha çox sevinərdiniz?